Salam dostlar, sabahınız xeyir. Mən indi Kəngərli rayonu Qarabağlar kəndindəyəm. Qarabağlar kəndi Kəngərli rayonunun ən böyük kəndlərindən biridir. Bu gördüyünüz hissə Kəngərli rayonunun, daha doğrusu Qarabağlar kəndinin mərkəz hissəsidir. Deməli, mən Qarabağlar kəndində bizim Turqay müəllimlə görüşdüm. Turqay müəllim Qarabağlar kəndi yaşayır. Buranın sakinlərindəndir. İndi Turqay müəllimlə bərabər hər kəsin tarixdən eşitdiyi, oxuduğu Qarabağlar türbəsinə gedirik. Qarabağlar türbəsinin canlı şahidi olacağıq. Qarabağlar kəndinin içəri hissəsidir. Qarabağlar kəndi Naxçıvan ərazisində 3-cü böyük kənddir. Birinci bildiyimə görə Nehrəmdir, sonra Cəhri kəndidir, sonra 3-cü olaraq Qarabağlar kəndi gəlir. Burada yaşayan sakinlər deyirlər ki, Qarabağlar kəndinin harisi bir 10.000 əhalisi var. Naxçıvan şəhərində də 10.000 civarında əhali yaşayır. Təxminən bir şəhər qədər əhalisi var, yəni bu kəndin. Demək dostlar, biz Qarabağlar türbəsinə çatırıq. Bu gördüyümüz qoşa minarələr Qarabağlar türbəsi minarəsidir. Buradan da çox möhtəşəm görsənir. Artıq Qarabağlar türbəsinə çatdıq. Bura Qarabağlar türbəsinin girişidir. Demək, Qarabağlar türbəsi 12-ci, 14-cü əsrə aid bir memarlıq abidəsidir. Tarix kitablarımızda da hər kəs bunu oxuyub. Bu türbənin girişində yenə dediyim kimi 13-cü, 14-cü əsrə aid olması haqqında məlumat yazılıb. Bura türbənin həyatıdır. Bayaq dediyim kimi Qarabağlar türbəsi Kəngərli rayonunda yerləşir, Kəngərli rayonu arasında. Demək, türbənin 2 belə minarəsi var, bayaqlarda göstərmişdim siz uzaqdan. Əgər içərisi açıq olsa, indi içərisinə girəcəm, içərisinə baxacam. İnşallah ki, açıq olacaq. Demək, Qarabağlar türbəsinin içərisinə girdik. İçərisi belədir. 2 dənə tikili var idi. Biri günbəz şəklində ora bağlı idi. Diğərinə məclis formasında ona girdik. Belə içərisində qədim əşyalar var. Mənim bundan nədir belə? Qədimi daşlardır yəqin ki. Demək dostlar, burada 2 dənə abidə var. Bu qoşa minarə olan yer qoşa minarə abidəsi gedir. Bu günbəzə bənzəyən abidə isə Qarabağlar abidəsidir. Qarabağlar türbəsidir. Demək, Qarabağlar kəndinin tam mərkəzində belə bir abidə var. 1941-1945-ci ildə, yəni Böyük Vətən müharibəsi dövründə həlak olan dünyasını dəyişənlərin xatirinə uzadılan bir abidədir. Demək dostlar, bu Qarabağlar kəndi həqiqətən çox böyük kənddir. Bayaqdan yeriyirik, amma gedəcəyimiz ümana hələ çata bilmirik. Amma bir şey də var, kəndin yolları hələ çox qəşəngdir, çox yerdə asfaltdır belə.
Demək dostlar, bura kənd yerində, Qarabağlarda bizim Turqay müəllimgin həyətidir. Maşallah. Allah həyatlarına bərəkət versin. Qəşəng həyətdir maşallah. Gələrsən burada oturasan, manqal qurasan, piknik eləyəsən. Bax elə bir mənzərədir maşallah.